almaya kim her vaxtınız xeyir olsun. Demək belə, bu başqasına patlayıb. 6 yandı söhbət olanmaz çünki burası havadadır və buradan nasıl gəlir biz. Bura payk ediblər. Sıcaq gəldi sən. Burası setkada qoyublar bu tərəfinə. Setkada çıxır. Yer də yöntemsizdir. Ama işte ne olacak inşallah ki gəlir. Setkama neye koydular? Tapmaz ama. Üstün insanlar ha. Ha, ayıp yok. Bu su boşalsın. İşte boşalsın inşallah. Payk edip sen seçeriz. Setka koyuyorlar, setka da çürüyor. Aşağı şimdi şöyle. Böyle. Sonra bir park edip seçeriz. Bir daha vaxtınız xeyir olsun. Demək satma buradan idi. Bir yerdən idi. Setka da vurmuşlar. Bu setkanı attığım yeri göstərməyəcəm sizə. Eyb yox. Onu olsa videoda göstərmişəm. Setka yəni belə deyim sizə, çürüyən bir şeydir. Su dəyəndə heç ustalığa ehtiyac yoxdur orada. Su dəmrə dəyər nasıl başlayır çürüməyə, sonra başlayır buraxmağa. Yəni bax xam mal olmasa, yəni əmələ gələn bir şey deyil. Sırf xam maldan polietilenden istifadə etmişik. Həm suyu təmiz alır, həm də möhkəminə görə. İşə zəmanət olaraq 5 il veririk. Altı bakılar ümumiyyətlə bıraxan bir şeydir. Çünki təzyiqi də yoxdur batında. Patlama səbəbi yəni deyirəm, altının düzlüyüdür. Baxırsan, bax, burası havadadır. Burası otursaydı, gəlir, dikdə olsaydı, bax, ümumiyyətlə bıraxan bir şey deyildir. Bakıda axı finvanlara gəldik. 3 ton, 5 ton, 10 ton, 20 ton hamısını düzəldirik. Yəni işə zəmanətlə verib bıraxmam. Rayonda ustalarımız var. Yəni lazım olsa YouTube səhifəmizdə, TikTok səhifəmizdə nömrə qeyd eləmişik. Oldu. Xeyirli olsun. Allah xeyirli versin.